Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. El-Bekara suresi 38. ayet. Kul nehbitu minha cemi'an. Dedik ki oradan hamılıkla inin. Yani hamınız oradan yere inin. Fe imme ye'tiyennekum minni huden. Ve benim tarafımdan size doğru yol göstericisi gelse فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ. Kim benim yol göstericime tabi olarsa ona ne bir korku vardır ne de ki hüzün, kederlenmeyecektir. Allah Teala onlara dedi ki oradan yani cennetten hamınız enin ve size benim tarafımdan yani benim hidayetime doğru yol gösteren, hakkı gösteren gelecektir. Yani size doğru yol gösteren, hak gösteren gelecek ve kim de ona emel ederse ona qorxu yoxdur. Yəni gələcəkdə qarşılaşdığı şeylərə qorxu yoxdur ona. Axirətdə onun üçün qorxu yoxdur və o yəni, dünyada tərk etdiyi şeylərə də kədərlənməyəcəkdir. Hüzün yoxdur. Və Allah Teala bu ayədə buyurur ki, nə vaxt, hansı zamanda, hansı məkanda mənim tərəfimdən haqq, doğru yol göstərən gələrsə, yəni Rəsul, elçi, kitab gəlsə, hansı ki bunda sizin hidayətiniz vardır və bu elçi, bu kitab sizi Allah'a yaxınlaşdırır, Allahın razılığını aparır və kim də tabi olarsa axirətdə ona qorxu yoxdur və o kədərlənməyəcəkdir. Başqa ayədə isə Allah da buyurur ki, فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَى. Kim mənim doğru yoluma tabi olarsa, o nə azmaz, nə də ki bədbəxt olmaz. Bu ayədə isə ona qorxu yoxdur və kədərlənməyəcəkdir. Qorxu və kədər inkar olunursa, deməli, əksi hasil olur. Əminlik və bir də sevinç. Və digər ayədə isə zəlalət, azğınlıq və bədbəxtlik inkar olunursa, deməli, əksi vardır. Yəni, doğru, haqq yolda olmaq və bir də xoşbəxtlik vardır. Deməli, kim elçiyə və Allahın göndərdiyi kitaba tabi olarsa, əmirləri yerinə yetirib qadağanlardan çəkinərsə, o insan üçün əmin-əmanlıq vardır və sevinç. Və həmçinin doğru yolda, haqq yolda olmaq və bir də xoşbəxtlik vardır. 39-cu ayə وَالَّذ۪ينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا. O kəslər küfr ederlər və bizim ayələrimizi yalan sayarlar. اُولَٰئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ. Onlar cəhənnəm əhlidir, cəhənnəm sahibləridir. Orada əbədi qalacaqlar. O kəslər ki, ayələri inkar etdilər, yalan saydılar, onlara oxunulan ayələr və Allahın təkliyini bildirən dəlillər. Ulaikellezine yulazimunun nar. Onlar kəslərdir ki, cəhənnəmdən çıxmayacaqlar. Cəhənnəmdən ayrılmayacaqlar. Orada əbədi qalacaqlar. Yəni cəhənnəmdən də ayrılmayacaqlar. Cəhənnəm əzabı da onlar üçün yüngülləşdirilməyəcək. Əshab-ın nər və burada Allah Teala sahib sözünü zikr edir. Sahib yəni o kəsdir ki, ayrılmır yanından. Dost dostdan ayrılmadığı kimi Allahın ayələrini yalan sayıb inkar edənlər də cəhənnəmdən ayrılmayacaqlar. Və oradan çıxmayacaqlar. Cəhənnəm əzabı da onlar üçün yüngülləşməyəcək, səngiməyəcəkdir. Onlara heç bir kömək, yardım da olunmayacaq. 40-cı ayə Yə bəni İsrail əzkuru ni'mətiyəlləti ən'amtu aleykum. Ey İsrail oğulları, yəni ey Yaqubun oğulları, mənim sizə verdiyim neməti xatırlayın. Və əvfu bi əhdi və mənə verdiyiniz əhdə vəfalı olun. Ufi bi əhdikum, mən də sizə verdiyim əhdə vəfalı olun. Və iyyə fərhabun və yalnız məndən qorxun. Ey Yaqubun zürriyyəti, yəni mənim
o çoxlu nemətlərimi xatırlayın və bu nemətlərə görə şükür edin mənə və mənə verdiyiniz əhdi, vəsiyyəti tamamlayın. Belə ki, siz əhd etmişdiniz ki, kitablara iman gətirəcəksiniz, rəsulların hamısına iman gətirəcəksiniz və şəriətə əməl edəcəksiniz. Və Allah da burada Bəni İsrailə neməti xatırladır. Ki, o zaman ki, Allah da Bəni İsraili Firavunun köləliyindən xilas etdi. Və dənizi yardı sizin üçün və siz dənizdən keçdiniz. Və sizin üçün göydən bildirçin əti, halva nazil etdi və başqa nemətlər. Və bu nemətlərə şükür edin. Mən də sizə, yəni siz əhdinizə vəfalı olun ki, Muhammed sallallahu aleyhi və səlləmə iman gətirməyə əhdi. Mən də əhdimə vəfalı olum. Əgər siz bunu etsəniz, sizi cənnətə daxil edərəm. Və yalnız məndən qorxun. Allah da bu ayədə Bəni İsraili rəğbətləndirərək, qorxudaraq dəvət edir. Və bildirir ki, əgər siz bunu etsəniz, mən də sizə olan vədimi tamamlayaram. Sizə dünyada rəhmət, axirət əzabından nicat, qurtuluş. Və sonunda da buyurur ki, məndən qorxun, yəni əgər əhdinizi pozsanız, küfr etsəniz, cəzamdan qorxun. 41-ci ayə və əminu bimə ənzəltu musaddiqan limə ma'akum və iman gətirin. İman gətirin, yəni sizdə olanı təsdiqləyən, bir kitabın nazil etdiyim kitaba iman gətirin. Yəni Qur'ana iman gətirin. Və lə təkunu əvvələ kafirin bih. Və ona ilk küfr edənlərdən olmayın. Və lə təştəru bi əyəti thəmənən qalilə. Və mənim ayələrimi ucuz qiymətə satmayın. Və iyyəyə fəttəqun və yalnız məndən qorxun, təqvalı olun. Və əminu yə bəni İsrailə bil Qur'an. Ey bəni İsrail, Qur'ana iman gətirin. Qur'ana iman gətirin. Hansı ki, o Qur'anı mən Muhammed sallallahu aleyhi və səlləmə nazil etdim. Sizdə olana müvafiq bir kitab. Və siz də Tövratdan, o səhih Tövratdan bilirsiniz. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin sifətləri Tövratda zikr olunurdu. Muhammedin vəsfi orada keçirdi. وَلَا تَكُونَ أَوَّلَ فَرِيقٍ مِنْ أَهْلِ الْكِتَابِ يَكْفُرُ بِهِ. Və kitab əhlindən olan birinci ona küfr edənlərdən olmayın. Və mənim ayələrimi ucuz qiymətə satmayın. Dünyanın keçəri, fani dünyanın mal mülkünə görə, dünya mənfəətinə görə ayətlərimi ucuz qiymətə satmayın. وَإِيَّيَ وَحْدِي فَاعْمَلُوا بِطَاعَتِي وَاتْرُكُوا مَعْصِيَتِي. Və tək məndən qorxun, yəni mənim əmirlərimi yerinə yetirin və qadağan etdiklərimdən də uzaq durun. 42-ci ayə وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ. Yəni siz haqqı batillə qarışdırmayın və özünüz də bilə-bilə haqqı gizlətməyin. وَلَا تَخْلِطُوا الْحَقَّ الَّذِي بَيَّنْتُهُ لَكُمْ. Və sizin üçün bəyan etdiyim o haqqı siz iftira ataraq, yalandan uydurduğunuz batillə qarışdırmayın. وَاحْذَرُوا كِتْمَانَ الْحَقِّ الصَّرِيحِ مِنْ صِفَةِ نَبِيِّ اللّٰهِ وَرَسُولِهِ مُحَمَّدٍ sallallahu aleyhi ve sellem. Və siz açıq, aydın olan haqqı gizlətməkdən çəkinin. Yəni Allah elçisi, Allahın Rəsulü Muhammed sallallahu aleyhi və səlləmin vəsflərini gizlətməkdən çəkinin. Hansı ki, o vəsflər sizin kitabınızdadır. Yəni Muhammed sallallahu aleyhi və səlləm peyğəmbərliyini gizlətməyin. O sizin kitabınızdadır. Öz kitabınızda açıq-aşkar onu yazılı görürsünüz. Və entüm ta'lemun. Yəni siz özünüz də bildiyiniz halda. Siz bilirsiniz ki, kitablarınızda bu zikr olunmuşdur və onu
tanıyırsınız hakkıyla ve öz övladlarınızı tanıdığınız kimi, bildiğiniz kimi onu da Muhammed sallallahu aleyhi ve sellem'de tanıyırsınız, bilirsiniz. 43. ayet ve yakimus salate ve atuz zekate ve rka'u ma'ar raki'in. Namazı ikame edin, zekatı verin ve ruku edenlerle beraber ruku edin. وَادْخُلُوا فِي دِينِ İslam. Yani siz İslam dinine dahil olun. Belə ki, namazı iqame edin doğru düzgün şekilde. Yani cemaatla Muhammed sallallahu aleyhi ve sellem ve onun sahabelerle birlikte namaz kılın. Necə ki, Allah'ın elçisi Muhammed sallallahu aleyhi ve sellem getiribdir bu namazı onun getirdiği, öğrettiği formada. Ve zekatı verin, fərz zekatı veriləsi yerlere, kimlere verilmezse onlara verin. Ve ruku edenlerle beraber ruku edin. Muhammed sallallahu aleyhi ve sellemin ümmetiyle beraber ruku edin. 44. ayet اَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ أَنْفُسَكُمْ وَأَنْتُمْ تَتْلُونَ الْكِتَابَ اَفَلَا تَعْقِلُونَ. Siz özünüzü unuttuğunuz halda, özünüzü unutarak insanlara yaxşılığı mı emredirsiniz? Halbuki siz kitap okuyorsunuz. Məgər əql etməzsinizmi? Və təfsirlərdə keçir ki, onların alimləri öz yaxın qohumlarından olan İslamı qəbul edənlərə deyərdilər ki, Muhammedin dinində ilə sabit olun, çünki haqq din də odur. Və Allah da bu ayəni nazil etdi. Və buyurur ki, Mə əqbəh halukum, yəni sizin halınız necə pisdir, necə çirkindir, öz alimlərinizin halı. Belə ki, insanlara xeyir əməlləri əmr edirlər, amma özlərini isə tərk edirlər. Öz nəfslərinə xeyri, o əzəmətli xeyri, İslam dinini, Muhammed sallallahu aleyhi ve sellem dinini öz nəfslərinə əmr etmirlər. Halbuki siz Tevratı oxuyursunuz, hansı ki orada, o Tevratda Muhammed sallallahu aleyhi ve sellemin vəsfləri keçir, zikr olunur. Və o Tevratda Muhammed sallallahu aleyhi ve selleme iman gətirməyin vacibliyi bildirilir. Məgər siz ağlınızı işlətmirsinizmi? Doğru düzgün ağlınızı işlətməzsinizmi? 45. ayet وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ. Səbir və namazla Allah'tan yardım və kömək istəyin. وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ. Həqiqətən o böyük, ağır bir iştir, yalnız Allah'tan qorxanlardan başqa. Allah'a müti itaətli olanlardan başqa. وَاسْتَعِينُوا فِي كُلِّ أُمُورِكُمْ بِالصَّبْرِ بِجَمِيعِ أَنْوَاعِهِ. Və siz bütün işlərinizdə yəni yardım isteyin, yardım umun səbirlə. Yəni haramlara qarşı itaətlərdə səbir və qədərə səbir. Və həmçinin namazla. Və həqiqətən bu ağır, çətindir yalnız Allah'tan qorxanlardan başqa. O kəslər ki, Allah'tan qorxurlar, Allah'ın əzabından qorxurlar və Allah'ın savabını, mükafatını umurlar. Və Allah Resulü sallallahu aleyhi ve sellem də hədisdə keçir ki, əgər bir iş ona çətin olardısa, çətin, qorxulu, məşəqqətli bir şey olarsa, namaza qaçardı. Və bu ayədəki xitab, müraciət Yahudilərə olsa da, bu ayə və bundan əvvəlki ayə, amma hökm isə ümumi hamı üçündür. Həm onlara, həm də başqalarına. Və Allah da hamıya əmr edir ki, hamı səbirli olsun. Və səbir və namazı əmr edir. O namaz ki, insanda xuşu, Allah qorxusu yaradır və həmçinin təkəbbürlüyü ondan uzaqlaşdırır. Və bu əmirlər Yahudilərə olsa da, lakin hamıya aiddir. Və həmçinin bu qadağanlar da insan özü bilə-bilə başqasını əmr edir, lakin özü tərk edirsə əmirləri, başqasını çəkindirir, lakin özü qadağanlara edirsə, bu hədə ona da aiddir. Və hədisdə də keçir ki, qiyamət günü kişi gətiriləcək və cəhənnəmə atılacaq. Və onun bağırsaqları çölə töküləcək və o da
bağırsaqlarının ətrafında, yəni cəhənnəmdə öz mədə bağırsağının ətrafında fırlanacaq, necə ki uzunqulaq, eşşək, dəyirman daşının ətrafında dövr etdiyi, fırlandığı kimi və cəhənnəm əhli onun ətrafında yığışıb deyəcəklər ki, ey filan kəs, nə olub sənə? Yəni, nə üçün buradasan? Sən bizə yaxşını əmr etmirdinmi? Və bizi pisdən, münkər işdən çəkindirmirdinmi? O da deyəcək ki, bəli, mən sizə yaxşını əmr edirdim, özüm isə eləmirdim. Və sizi pis işdən çəkindirirdim, pis şey isə qadağan edirdim, lakin özüm isə onu edirdim. Və bu ayədə, bu əvvəlki ayədəki onlara qınaq, yəni yaxşını sadəcə əmr edərək özlərinin tərk eləməsi deyil. Qınaq, yəni bilə-bilə, insan bilə-bilə bacardığı halda tərk eləməsidir. Necə ki, İmam Məlik Rabi'adan deyir ki, Semi'tu İbn-i Cübeyr, eşitdiyim İbn-i Cübeyr deyir ki, əgər kişi yalnız elədiyi işi, yaxşılığı əmr etsəydi və ancaq tərk elədiyi qadağan etsəydi, çəkindirsəydi, yəni özündə bir günah olmadan, yəni günahsız adam olduqdan sonra əmr edib qadağan etsəydi əgər, onda heç kəs yaxşını əmr etməzdi və pisi də çəkindirməzdi, pisi qadağan etməzdi. Yəni, əgər günahsız olması lazım idisə, sadəcə günahsız insanlar, haramlardan uzaq duranlar və həmçinin əmirləri tam şəkildə yerinə yetirənlər əgər yaxşını əmr edib pisdən çəkindirməli olsaydılar, onda heç kəs nə yaxşını əmr etməzdi, nə də ki, pisi qadağan etməzdi, çünki günahsız insan yoxdur. Buradakı qadağan isə özü bildiyi halda, yəni bilir bu haramdır, bilir ki, bu əmrdir və bacardığı halda eləmir, tərk edir və hələ üstəlik başqalarını da əmr edir. 46-cı ayə Əl-ləzinə yazunnunə ennəhum mulaqu rabbihim. O kəslər ki, yəqin olaraq bilirlər ki, onlar Rəbbi ilə görüşəcəklər və ennəhum ileyhi raciun və onlar Allaha qayıdacaqlar. Və burada yazunnun, yəni yəqin olaraq bilirlər. Buradakı zən yəqinlik mənasıdır. Və onlar yəqin olaraq bilirlər ki, Allahla qarşılaşacaqlar. Ölümdən sonra mütləq şəkildə Allahın huzurunda duracaqlar. Və onlar qiyamət günü hesab üçün, cəza üçün Allaha qaytarılacaqlar. Və Allah Teala da onlara, yəni o Allahla görüşəcəklərini yəqin olaraq bilənlərə mükafat verəcəkdir, etdikləri əməllərin səbəbi ilə və özlərinin layiq olmadığı daha da artıq mükafatla Allah onları mükafatlandıracaqdır. 47-ci ayə Yə bəni İsrail əzkuru ni'mətiyəlləti ən'amtu aleykum. Ey bəni İsrail, ey Yaqub oğulları, sizə neymət olaraq verdiyim o neymətlərimi xatırlayın. Və ənni faddaltukum aləl aləmin və həqiqətən mən sizi aləmlərdən üstün etdim. Ey Yaqubun zürriyyəti, xatırlayın mənim o çox neymətlərimi və o neymətlərə görə mənə şükr edin. Və xatırlayın ki, mən sizi üstün etdim öz dövrünüzdə, öz zamanınızdakı aləmlərin hamısından. Sizə çoxlu peyğəmbərlər göndərməklə, sizə kitablar nazil etməklə, Tövrat və İncil. Çünki bunlar hamısı Bənu İsrailə, yəni İsrail oğullarına nazil edilmişdir. 48-ci ayə وَاتَّقُوا يَوْمًا və elə bir gündən qorxun. O gündən qorxun, o gündən çəkinin ki, Lə təczi nəfsun an nəfsin şeyən. Heç kəs, heç kəsə bir şey də olsa fayda verə bilməyəcək. Və lə yuqbəlu minhə şəfəatun və ondan heç kəsdən şəfaət də qabul olunmayacaq. Və lə yuxadu minhə adlun və heç kəsdən də fidyə qəbul olunmayacaq, götürülməyəcək. Və ləhum yunsarun və onlara kömək, yardım da olunmayacaqdır.
Ve khafu yevmel kıyame. Yani siz kıyamet gününden, o azametli günden korkun. Elə bir gün ki, la yugni ahadun an ahadin şeyen. Hiç kese fayda vermeyecek. Ve yekbelullah şefaatan fil kafirin. Ve Allah Teala kafirler için şefaati kabul etmeyecektir. Ve onlardan hiçbir fidye de kabul olunmayacak. Yani kafirlerden hiçbir fidye özlerini kurtarmak için, özlerini xilas eləmək üçün hər hansı nə isə verəcəkləri bir şey olsa belə qəbul olunmayacaq. وَلَوْ كَانَتْ أَمْوَالُ الْأَرْضِ جَمِيعًا. Hətta yer üzündə olan bütün mal, mülk hamısı olsa belə heç nə onlardan qəbul olunmaz. وَلَا يَمْلِكُ أَحَدٌ فِي هَذَا الْيَوْمِ. Və o gündə heç kəs kiməsə kömək, yardım etmək üçün heç bir şeyə malik olmayacaq. O gün heç kəs kimisə ən yaxın adamı olsa belə cəhənnəmdən xilas etmək üçün heç nəyə malik olmayacaqdır. Və Allahdan istəyirəm ki, Allah Teala bizə faydalı, mənfəətli elm versin və Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə. Estağfiruka və etûbü ileyk.